Ramazan öncəsi 3 şəxsdən üzr istəyirəm. Əgər kimisə incitmişəmsə, kimisə qəzəbləndirmişəmsə və ya kiməsə zəhmət vermişəmsə, 3 şəxsə təşəkkür edirəm. Mənə dəyər verən və hörmət edənə, mənim Allaha yaxınlaşmağıma səbəb olana və Allah xatirinə məni özünə əziz bilib sevənə və Allahdan bu üç insana bağışlanmaq diləyirəm. Mənim yoxluğumda qeybət edən birinə, başqalarının sözlərinə görə məndən uzaqlaşana, məni incidən və kədərləndirən birinə. Mən bu gün hamını bağışladım Allahım, sən də məni bağışla. Allahümme inni es'aluke min cemalike bi ecmelihi